Aprelin 10-da Beynəlxalq Mətbuat Mərkəzində Vergilər qəzeti və Professional Mühasib jurnalının birgə təşkil etdiyi Əmək Məcəlləsinə dəyişikliklər, əmək müqaviləsi qeyri-legal məşğulluq mübarizə vasitəsidir mövzusunda mətbuat konfransı keçirilib. Tədbirdə çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi Fondunun nümayəndəsi Məhərrəm Əliyev bildirib ki, ölkəmiz 59-dan çox beynəlxalq əmək təşkilatının konvensiyalarına qoşulub. Avropanın inkişaf etmiş o dövlətlərinin məcəlləsi səviyyəsində bəzən də ondan artıq imtiyazlar nəzərdə tutulub. O dövlətlərin bir çoxunda heç, məsələn, qadınlar üçün, uşaqlar üçün müəyyən imtiyazlar yoxdur, ancaq bizim məcəllədə bu imtiyazlar var. Məcəllədə bunlar var. Bu ondan ötəridir ki, insanların hüquqlarının təmin edilməsi, o işə götürənin hansısa daha çox kağız yazacaq, az kağız yazacaq, bununla əlaqədar biz insanların hüququnu poza bilmərik. Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov bildirib ki, əmək müqaviləsinin tənzimlənməsi ilə bağlı xeyli problemlər var. Bugün Azərbaycanda bağlanan mülki hüquq müqavilələrinin əksəriyyəti qanunsuzdur. Niyə görə? O, yerinə yetirilən iş göstərilən xidmət əlamətinə görə muzlu işin əlamətidir. Amma bağlanıb mülki hüquq müqavilə. Məsələn, tutaq ki, bir idarənin bir avtomobil nəqliyyat vasitəsi var, özünün balansında. Ora sürücü götürüb ona mülki hüquq müqavilə bağlayıb. Bu qanunsuzdur. Başqa məsələdir ki, bir şirkət bir qarajla müqavilə bağlayır və yaxud bir fiziki şəxslə ona avtomobil xidmətinin göstərilməsi ilə bağlı müqavilə bağlayır. O, onun nəqliyyat vasitəsi deyil. Və bu oldu mülki hüquq müqavilə. Yəni, belə indi bu son dəyişikliklər, mən ehtiyatlanıram ki, bu mülki hüquq müqavilələrə doğru, yəni belə tendensiyanı biraz da artırmış olacaq. Xatırladaq ki, Əmək Məcəlləsində dəyişikliklər 2013-cü il 27 dekabr tarixində olub.